Salam əziz dostlar, hər vaxtınız xeyir, xoş gördük sizi. Videomuzun ikinci hissəsindən, yəni abstrakt hissədən bir daha hər birinizi salamlayıram. Videonun bu hissəsində də siz 35 fərqli məntiq sualı ilə tanış olacaqsınız və bundan əvvəlki videomuza daxil olaraq rəqəmsal hissələrin ekranda göstərdiyim izahlarla tanış ola bilərsiniz. Bu öz yerində bütün hamısının izahı orada paylaşılıbdır. Əlavə olaraq qeyd edeyim ki, bir daha bu videoda xatırlatmaq istəyirəm. Bundan əvvəlki keçirdiyimiz sınav imtahanında da 600-ə yaxın tələbə iştirak eləmişdi. 305 nəfər əyani olmaqla. Öz kursumuzun tələbələrinə də tamamilə ödənişsiz idi sınaq. Bundan sonra bütün tələbələr üçün də fikirləşdik ki, niyə də ödənişsiz bir sınaq təşkil etməyək? İmkanı olan, olmayan hər kəs faydalansın. Bu sınağın da 7 dekabr saat 11-də keçiriləcəkdir. Yəni yerlər məhduddur, amma onlayn yerlər istənilən qədər var. Ona görə sınaq üçün də aşağıda yorum hissəsində nömrələr bərkidəcəm və yaxud da ki, bu ekranın sağ tərəfindəki mənim əlaqə nömrəmdir. Mənə də yaza bilərsiniz. Problem deyil, sizi sevərək köməkçilərə yönləndirib sizi qruplara əlavə edəcəyik. İndi isə gəlin keçək abstrakt hissə ilə bağlı. Qeyd edeyim ki, abstrakt hissədə sizin hal-hazırda gördüyünüz misal rebus mövzusuna aid olan hissədir. Bu gördüyünüz boz hissələr növbəti səfər ağarıb. Amma ağarmaqdan da əlavə həm də fiqurun sağ və aşağı hissələrindən həm diaqonal varid çarpaz. Bu gördüyünüz hissəni. Həm də aşağı hissəsindən kəsir. Yəni silir. Bax bu gördüyünüz 6 əslində özündən əvvəl gələn xananın bax bu hissəsindəki 6-dır. Yuxarı və aşağıdakı ədədlərin cəminin yarısıdır. 6 üstə gələk 6 bölünsün 2. Növbəti səfər həmin xananı bozardıb. O digər boz xanalar isə nə edib? Ağ xanalar isə bozaldır. Daha doğrusu bozları ağardır, ağları bozardır. Və ondan da əlavə, yəni bu 4 tapmaq istəyirəm, 4 buradadır. Z ilə 6-nın cəminin yarısıdır. Z neçədir? 2. Yəni 8-in yarısı 4-dür. İndi deyə bilərsiniz ki, müəllim, bax burada Z yoxdur. Yəni dostlar, hər dəfəsində bu gördüyünüz xanam Cobra silinməz qələmdən yazıb ki, sizdə çaşdırmasın. Yəni bura Z2-dir. Həm bu gördüyünüz fiqurun aşağı xanasını tamamilə silir. Həm də bax bu gördüyünüz diaqonallar. Belə bilin ki, bax bu diaqonal hissəsi artıq yoxdur. Baxın bu hissəni silir, yazır. Bu gördüyünüzü keçirir sağ tərəfə. İndi növbəti səfər həmin prosesi yenə. Bax 5 buradakı xanadır. 6 ilə 5-in nə idi? Yəni 6 ilə nəyi toplayıb 2-yə bölsən 5 eləyər? 4-ü. Doğrudan iyi. Onda Y hardadır burada? Y isə bax buradadır. 4 ilə 6-nın cəmi. Toplayıb bölüb 2-yə. Neçə eləyir? Eləyir 5. Burada dayanır. Demək onda verilən misalda bəs müəllim yenə bu xanalar hanı? Bu xananı yenə buradan silir. Baxın, prosta rəqəmlər görsənsin deyə dedim. Həm bunları silir, həm də fikir verin. Növbəti həm diaqonal varis silir, həm də aşağıdaşını. Demək onda bu misalda da elə bu x-lər bunların ortaq vuruğudur. X vurulsun, y üstə gələk z bölünsün x. X-lər ixtisar gedir. Z-imin qiyməti 2-dir, y-imin qiyməti də 5. X-inin bir yerdə cəmi eləyir 7. Sonra keçirik 17-ci misala. 2022-ci ilin Dövlət Vergi Xidmətinin qəbulunda da bu tipdə bir sual vardı. Hal-hazırda gördüyünüz suallardan biri də. Bax, götürürəm dostlar, bu ikinci hissəni. Bir baxıb, görəsən orada yeri. Bax, ikinci hissə bura olsun. Kağız daşıyıcıda olsa əgər imtahan, bunu tapmaq rahat. Burada yazıram 2. Niyə? O salfetkanın və ya da ki, failin üzərində çəkib misalı da tapa bilərsiniz. Yox, müəllim, valla çətindir, xəyal gücüm yoxdur. Deyə düşünürsünüzsə, yəni onu edin. Daha sonrasında bax bu gördüyünüz hissəni, bu üçüncünü gətirim qoyun bura. Sonra digər hissədə. Bunu da ancaq dostlar aşağı yuxarı sağa sola işlətdirə bilərsiniz. Öz oxu ətrafında fırlatmaq olmaz. Bu gördüyünüz dördüncü hissəni yerləşdirin bura. Bu isə sağ tərəfdəki hissə isə beşinci hissədir. Bir dənə istifadə eləmədim biri. Yəni 2, 3, 4, 5 bu fiquru almaq istəyirəm sənə. Rahat bir sual idi. 18-ci sual. Siz bunu dövlət qulluqlarında iştirak edən dostları, verginin 2023-cü ilin qəbulunda da vardı bu sual. Bir yazıram üzərinə. 1, 2, 3, 4, 5. Baxıram ki, 1 gəlib sağa. 3 solda. 2 ortada. 5 burada. 4-də burada. Bir olanda dostlar üstünə yazın ki, siz də çaşmayın, nə də digərləri. Yəni gözünüz, ola bilər göz yaddaşı mənalıdır, amma çaşmayaq. Səbirlə, təmkinlə, disiplinlə. Yazıram 1, 2,
3, 4, 5. Mən bilirəm ki, 1, yəni bu yarımçıq dairə. Burada sağ küncdədir. Avtomatik A gedir. Sonra nəyə baxıram? Ortaya mən neçəni yazmalıyam? Məsələn, 2-ni. Burada yazdığım kimi. Ortada duran 2-dir deyə. Bu sağ yarımçıq hissə burada olmalıdır. B bəndi gedir. C bəndi gedir. Bir dənə nə qaldı? D bəndi. Sadə bir misal idi. Bəli. Keçirik 19-cu misala. Hə, 19-cu misal rahat bir misaldır. Bu deyirsiniz bundan nə ilə nəyi toplasanız sağ tərəfdə ala bilərsiniz. Biz normalda öyrəşmişik də həmişə bu ikisini toplayaq sağ tərəfi ilə. Dostlar, şimdi burada olan hissələri hansılar ki məndə yoxdur. Baxıram, yuxarı sağ tərəf olmalıdır. Aşağıya doğru xəttim var. Görürsünüz, D bəndi gedir. Niyə? Bu xəttin burada nə işi var? Sağ tərəfdəki xəttim olduğuna görə B bəndə gedir. Bunun burada nə işi var? Yəni A ilə C-nin arasında qalıram. O da hansı xəttə görə? Bu sağ tərəfə görə. O da fikir verin dostlar. Bu sağ tərəfdə yerləşən xətt artıq burada olduğuna görə buna mənim ehtiyacım yox. Avtomatik gedir. Nə qalır? C. 19-cu sual. 19-cu sualla bağlı. Bu sualı burada istəyirəm sizin üçün sərbəst misal kimi buraxım. İstərdim bunu. Siz özünüz həll edəsiniz. Ən azından rahat bir sualdır. Aşağıdan variantları yazın. Görək bununla bağlı. Hətta izahını da yaza bilərsə, bu məni sevindirər. Baxacağım hər birinizin də yazdığı izahlara qalsın burada. Keçirik növbəti sual, 21-ci sual. Hə, sınaqda bir çox tələbəni çaşdıran sual bu olmuşdu ki, görəsən burada nə var? Demək verilən isə dostlar ardıcıllıq döyüşdür. Bir dəfə ortadaşlar dayanır, baxın, ulduzla. Bunlar yerində dayanır. Bunlar sağa doğru bir addım gəlir. Sonra bu ikisi dayanır. Bu ikisi sağa və sola doğru bir addım gəlir. Qabaq-qabağa. Fikir verin. Yenə bunlar dayandı. Ulduzla dairə. Bu ikisi qara sağa bir addım, boz sola. İndi bu ikisi yerində dayanmalıdır. Bunlarla işim yoxdur. B gedir, avtomatik C gedir, dayanmadı. Bir də bu dairə. Dairə sola bir addım, ulduz da sağa bir addım. O deyil abi. Sonra 22-ci sual. Hə, maraqlı bir sualdır. Əslində biz bu kimi sualları bir neçə dəfə sizinlə bərabər etmişik. Söhbət isə dairə formasından getmir. Ha. Bundan əvvəlki sınaqda da vardı 2022-ci sen. Dövlət qulluğunda, magistrin qəbulunda olub bu tipdə suallar. Neyniyib? 3 dənə çöldə fiqur var, 4 dənə. İşte dostlar, sayı çox olandan sayı az olan çıxır. Yəni 4-dən 3-ü. Nə qalır? İçəridə bir dənə. Yəni nə? Verilən misalda burada 5 dənə çöldə olan var, 3 dənə çöl. 5-dən 3-ü çıxarım, qalar 2 dənə. Özdə nə? Çölündə olanı. Çölündə də olan nə var deyib. Növbəti bir sual. Yenə bu hissə ilə bağlıdır. Şifrələmə dostlar deyir tapın görə ya burada nəyə uyğundur ki? Əslində bunu necə tapmaq olar? Məsələn gördüyünüz kimi verilən misal dostlar. Bu birinci, ən çox gözümə 7-lər gəlir. Ona görə deyirəm 7, 7. Gərək ikinci rəqəmlər eyni olsun. Məsələn burada baxın. Bunun ikincisi ilə bunun ikincisi eyni deyil. 5, 7. Daha sonrasında nə var? 7 də özü gərək birdə gələn də o birislərlə nə olsun? Eyni formatda. Baxıram hə, düzdür, okey. S-lər demək 7-nin kodudur. Bir ərə baxım. İkincidə gəlsin, birincidə gəlsin, üçüncüdə gəlsin. 2-də, 1-də, 3-də. 2-də, baxıram ki, 1-də, 3-də. Amma buna baxın, burada 3-də gəlmir artıq. 2-də, 1-də, 3-də. Hələ ki, sal qalsın. İndi sıfıra baxın. Gələcək üçüncüdə, altıncıda və dördüncüdə. Üçüncü, altıncı və dördüncü, okey. Üçüncü, altıncı və dördüncü. Sıfırla bağlı problem yoxdur. Baxın, görüm hansı hərf ola bilər ki? 2-yə baxın. 2, 4-də, 5-də, 5-də. 4-də, 5-də, 5-də. Fikir verin, dördüncü yığdı 5-də, amma 5-ci görürsünüz o gəlir. Səhvdir. Qalır nə bəndi bir dənə? A bəndi. Növbəti bir suala keçdirmək istəyirəm. Çox maraqlı və asan bir sualdır və sizə belə bir maraqlı məlumat verim. Həm özümün iştirakımla bağlı olan statistik məlumatla deyim ki, dövlət vergi xidmətinə daha çox qəbullarda fiqurlarla bağlı testlər düşür. Əsasən verbal hissə ilə bağlı testlər düşmür. Əgər sizə də verbal, mətn təhlili və s. bu kimi mövzulara baxmaq istəyirsə, baxmamanız daha məsləhətdir. Baxın, sizə önəm verməyin ona və yaxud da ki, hər hansısa bir müəllim də dərs prosesində
Verballardan istifadə edirsə, o əslində tələbənin vaxtını yeməkdən ötəridir, başqa bir şeydən ötəri deyil. Yəni anaqramdır, analogiyadır. Bunlar ilk keçiriləcək dərslər deyil. Bunlar ən sonda tələbəyə tövsiyə xarakteri verilə biləcək bir dərsdir. Çünki qısa bir müddət olur, verici hazırlıq müddətində. Ona görə hər birinizə fiqurlara daha çox fokuslanmanızı məsləhət görə bilərəm. Amma analogiya anaqramı ilk dərslərdə tədris etmək və yaxud da ki, onunla məşğul olmaq, bu mənim şəxsi təcrübəmdir, o yanlış bir addımdır. Çünki son keçirilən heç bir imtahanda analoji anaqram və mətn təhlilləri ilə bağlı heç bir bölmədən bir dənə də olsun sual qəbulda düşmür. Bəli. Yəni bu əslində bu dediyim ondan ibarətdir ki, həm tələbələr, həm də ki, digər müəllim dostlarımız da faydalansın ki, anaqram mövzusunu sona saxlayaq. Tövsiyə xarakteridir. Sizə bir çıxlı sirrimi demiş oldum mən. Ya baxıram bu hissəyə. Nə var burada? Hə, heç nə. Üst-üstə qoyub bu ikisini dostlar. Üst-üstə qoyub, üst-üstə düşən hissələr bir-birini silir. Getdi. Bu ikisini üst-üstə qoysam kvadratlarsa bir dənə qalır x, c bəndi. Sonra 25-ci sual. Deyir kubun düzgün açılış formasını tap. Ümumilikdə kvadrat və plus bir-birinin qarşısıdır. A bəndi getdi. D bəndi getdi. Kvadratdan plusa görə. Və niyə C bəndi gedir? Bu əslində dostlar kvadrat işarəsidir. Deyirəm xətt gəlsin. Bu və bu gəlsin. Baxıram görmə. Bu hissanı bunu aşırıb bura gətsəm dostlar. Bax düz bucaqlıdır. Xətt düz bucaqlı içi xətti kvadrat. Xətt baxıram düz bucaq. Ay, sadə əqrəb istiqaməti ödəyir. Bəs səhv olan şey nədir? Görürsünüz dostlar, bu ikisi bir-birinə xəttləri baxıb, amma burada nə edib? O birisinə perpendikulyar dayanır. Avtomatik C bəndi gedir, qalır B bəndi. Maraqlıdır, bəli. 26-cı sual. Aha, sınaqda ən çox yazılmayan suallardan biri də buydu. Əslində bu tip testləri biz ev tapşırıqlarında da işləyirik. Sadəcə olaraq yenə də yazmamaqları məni bir nevi təəccübləndirmədi. Biraz düşündürücü sualdı, amma yazmaq olardı. Neyini dostlar? Görürsünüz burada 4 dənə qara, 2 dənə ağ var. Fikirləş 4 qara. Neyini? Bu kvadratlardan ağları götürüb qaraldı. Bura yazır. 4 qara. Dairədən isə qaralar götürüb. 2 dənə qara. Amma nə olub bunlar? Ağardıq yazıb bura. Yəni nə? Kvadratdan ağı götürüb yazaram bura. Bir dənə qara. Rəngin dəyişir. Dairədən də 2 dənə ağı götürərəm gözəl. Yazaram bura 2 dənə ağ. Bu A bənd. Nə gözəl. Gözəl günümüz olsun. Keçirik növbəti 27-ci suala. Bəli, son keçirilən Naxçıvandakı verginin qəbul sualına rastlaşmışam. Düz dövlət qulunun çoxdankı qəbul suallarındandır. Bir neçə il bundan əvvəl də izah vermişdik ki, bu sual qəbula düşəcək. Daha sonra dövlət qulunu dəfələrlə düşdü. Bilirsiniz, həm rebusdur, yəni fiqurə də əlaqəsi də ola bilər. Tapmaca tipli fiqur, belə deyək. Bax, bu fiqur iki hissədən ibarətdir. 1 və 2. Bu fiqur isə təkdir. Ox sola baxır. Alıb 1, 2, 3. Demək neyniyim? Toplayıb. Bərabərdir. Doğrudan ne? Bu fiqur neçə hissəlidir? 2. Qalıb burada 1, bu da 1. 2-dən biri çıxır. Bərabərdir 1. Demək ox sola baxanda toplayıb, ox sağa baxanda çıxacaq. Bəs yaxşı müəllim, sonra neyini? Bu 3, bu da 3. Gözəl. Ox sola baxıb. Topladım 6. Bu 8, bu da ki 5. 8-dən 5-i çıxarım. Qalar mənim üçün 3. Bu da 1, 2, 3, 4, 5, 6, 7. Bu da 7. İndi 6-nın üstünə 3 gəlib 7 desəm qalar 2. Mənə lazımdır 2 hissədən ibarət olan fiqur B bəndi. Daha sonra nə var? Akvarium məsələsi. Dostlar, son keçirilən Naxçıvanın vergi orqanlarının qəbulunda da bəli, akvarium məsələsi. Dediyim kimi bu sınaqda əlavə etdiyim sualların əksəriyyəti Naxçıvanın qəbulunda düşən suallar idi. Bəli, bu suallar biz tanışıq, həmin suallar da bura əlavə etdik ki, qoy digər dostlarımız da baxıb faydalana bilsin. Ən azından Naxçıvanda keçirilən vergi qəbulu nədir? Düz deyəcəklər, ay müəllim, bəs 2023-də olan qəbul. Onu da sizlərlə paylaşsam, dostlar, 2023-də baş tutan qəbul. Allahın izni ilə ki, sizlər də onu biləsiniz. Akvarium məsələsidir. Bu indi keçirilən akvariumu həll eləməyə. Akvariumda əsas məsələ nədir? Əgər bir xana su ilə doludursa, mütləq onun ətrafı da dolmalıdır.
Əgər bir xana boşdursa, onun ətrafı da boş olur. Bu mövzu izahı deyil ha. Bunlar sualların izahıdır dostlar. Yəni burada bəzi izah eləyəcəyim şeylər bəzi dostlarımıza tam aydın olmaya bilər. Çünki bu sınağın izahı deyil. Burada bir çox şeylər geniş formatda izah eləmirik. Ona görə də siz akvarium bilmirsinizsə, daxil olun bizim kanalımızda. Bununla bağlı elə ilk dəfə mən izah vermişəm. Baxın, izləyin, görün nə gözəl izah eləmişəmsə. Və onun da oyun linki var. Daxil olun, yükləyin, oynayın. Bir neçə oyundan sonra biləcəksiniz. Və həyatınızın əslində ayrılmaz bir hissəsinə çevriləcək. Birincisi dostlar, ya ən çox başdan, ən çox yazılan ya da ən az olan yerdən. Bir var ha, birin avtomatik bunların hamısı boşdur. Niyə boşdur? Ya bu bir dolu ola bilər ya da bu. Boşun ətrafı da boşdur. Dörddən ikisi boş olduğuna görə digər dördü dolur. Dolunun altı da doludur. İki yazılan hissədə buralar dola bilməz, avtomatik boşdur. Bu beşin altı hissəsi dolduğuna görə burada dolur. Bunları da düzəldim ki, rezident dolu və boşları tapacağıq. Ha. Ona görə bu 2'nin 4'ü boş, bu ikisi dolur. Tabi buradan cevaplar çıkıyor. Bakın 5'in hamısının qabağında biri boş. Qalan hamısı dolur. Dolsun, dolsun. 5'lere göre ha. Heh. Şimdi burada da qalıb. Bak 5'e göre. Bu ikisi boş, bu ikisi boş, bu ikisi de dolu. Və mənim misalım artıq hazır. Buradan da sizdən soruşduğu şey dolu və boş xanalardır. Siz də burada təyin edirsiniz həmin hissələri ki, burada nə var, nə yox. Boşların yazısı dolular bir F'dir, bir U'dur, bir də V'dir. H-la Y'nin boş olan versiyasını seçirik. H-la Y boş D bəndi. Sonra 29-cu sual. Yenə sizə Naxçıvan vergi imtahanından bir qəbul sual göstərirəm. Operatorlar. Bəli. Son keçirilən 4 imtahanın statistikasına nəzər yetirsəm, demək olar ki, hər imtahan bir dənə operator olub. Bu həmişə aşkar olmayıb ha. Qeyri-aşkar da olub, aşkar da olub. Sadəcə o Naxçıvanda düşən qəbul sualı. Bu idi. Bu sualı hardan xatırlaya bilərsiniz? Təbii ki, bu sual 2024-cü ilin fevral ayında keçirilən dövlət qulluğunun qəbul sualıdır. Dediyim kimi, elə bil Naxçıvan vergi imtahanı yox, dövlət qulluğunun qəbul sualıdır. Amma maraqlıdır. Yenə də çox sağ olsunlar ki, gözəl suallar tərtib eləmişdilər. A-nın qiyməti məndə 2. B-nin qiyməti məndə -4'dür. 2 böyükdür, -4 var. 2 kiçikdir, -4 var. Hansı ödəyir? Elə birinci misal. Onda B eləyir məndə 2'nin kvadratı üstə gələk -4. Bərabərdir 0. Yəni mötərizənin içinin qiyməti məndə 0'dır. Buna əl edək. Bu sual da demək olar ki, əksər dostlarımız yenə səhv yazmışdı sınaqda. 0'ı yazdım. A bərabərdir 0. B-dəki 9. 0 böyütü 9. Birinci misal ödəmir. Gətirib A'nı yerinə qoyuruq. B-ni. Yəni 9'un kvadratı çıx 0 bərabərdir 81. O da 3 üstü x-ə bərabərdir. 3 üstü neçə 81 eləyir? X də bərabərdir 4. Yəni belədir. Keçirik 30-cu suala. Elektron saat. Mən bu sualı dəfələrlə izah eləmişəm. Dövlət İmtahan Mərkəzinin öz kitabında olan sualdır ki, yəni qarşıdakı imtahanlardan hər hansısa birində siz bununla rastlaşa bilərsiniz, edə bilərsiniz. Yəni mənim bundan əvvəlki videolarıma açıb baxsanız, dəfələrlə bu sualın izahı var. Bu belədir, elektron saatdır, gözləyirəm. Dövlət qulluğunda da qarşıdakı imtahanlarda bizim qarşımıza çıxa bilər. Digər orqanların qəbullarında da ola bilər. Ona görə bunu elə belə bir nəzər yetirməyinizi tövsiyə edirəm sizə. Bununla bağlı xüsusi bir video çəkib yerləşdirəcəm kanalda ki, siz onu izləyə bilərsiniz. Burada dostlar, segment sayı nə ilə bağlıdır? Yəni, bu gördüyünüz hər hissənin adı segmentdir. Bu da mənə deyir ki, tap görün, buradakılar hansı rəqəmdir? Siz fikir versəniz, mən birinci rəqəm, mən heç bir nəsinə 0 yaza bilmərəm. 0 yoxdur burada. Düzdür, uşaqlar mənə bəzən sual verir ki, mən niyə yoxdur? Düzdür, əslində şərtdə onu gələn sifərdən yazacaq ki, 0 yoxdur. Misala 0 qoyanda da cavab alınır. Amma 0 olan versiyası ödəmir. Ona görə, bax, bunlardan heç birisi, 5'in üstü, məsələn, 5 deyəndə lap rəqəm dedim. Buradan heç birisi 1 ola bilməz. Niyə? Bərabərliyin sağında 1 almaq üçün gərək burada kiçik ədədlər olsun. Burada 1 yoxdur. Niyə? Solda rəqəm var. Bunların heç birisi 0 deyil. Bəs yaxşı müəllim, 3 ola bilər bu. 7 ola bilər. Baxın, 7 buna deyə bilmərəm, 7 buna deyə bilmərəm. 7 nəyin cəmidir? 5-dən 2-nin.
və yaxud da ki 4 ilə nəyin üçün? Bunlardan da heç birisi 4 deyil, nə də 3 deyil. 7 ola bilməz. Bu əslində 5 və 9-dur. Yəni 500-ə görə 4 bərabər 9. Bunu da belə sürət şəklində niyə izah edirəm ki? Deyirəm ki, bunun üçün xüsusi bir video çəkəcəm ki, indi anlamağınızı təmin etməkdən ötəri 5 və 4 deyirəm. Bir segment burada, iki segment burada. 1, 2, 3. Eğir 9. 1, 2, 3, 4, 5 ve 6. İki segment burada. Üçü burada. Altısı da burada. Cəmi tane segment yanmıyor. 11. Yani segment o gördüğünüz iştiriklərdir. Sonra 31-ci sual. Əksəriyyətiniz bunu bilirsiniz zaten. Verilen misalda üst-üstə qoyub heç nə dostlar verilən fiquru. Tərəflər ağla ağ qara əmələ gətirir. Qara ilə qara ağ əmələ gətirir. Amma ağla qara bir-birini silir. Bax, ağla qara, orta ağla qara olduğu üçün eşit ola bilməz. Görsə heç birisində də yoxdur. Sonra sol tərəf. Qara ilə qara məndə buranı ağ verir. Bu ilə bir dənə ağ verin, ağ bəndir. Cavab tez çıxdı. Sonra keçirik 32-ci suala. Ardıcıllıq sualıdır. Deyir verilən ardıcıllığın müəyyən qanuna uyğunluğuna qədər. Düzün, düzülmüşdür və bu ardıcıllığa uyğun digər misal tapın. Çıx 2, vur 3, böl 6, böl 4. Təzədən fikir verin. Çıx 2, böl 3, vur 3 daha doğrusu. Böl 6, böl 4. O da B bəndidir. Çıx 2, vur 3, böl 6. Uşaqların bəziləri çaşdı. Mən sıra bölmək. Sıra bölmürsə dostlar, sıfıra bölmək olmaz. Bəli, amma sıfırı istənilən bir ədədə bölə bilərik. Plus 4. Vur 3. Yenə çıx 2. Vur 3. Böl 6. Plus 4. Doğru cavabımız B bəndi. Sonra keçirik deformasiya ilə bağlı. Ümumiyyətlə, bir çox imtahanın vaz keçilməz sualı deyərdim. Dövlət İmtahan Mərkəzinin özünün də verdiyi test nümunələrinin içərisində, bəli, həmişə bu sual olub vergi orqanları üçün. 22-də də olub, 23-də də olub, 25-dəki qəbullarda da vardı. Rahat və asan, rahat və çətin tipləri də olur. Bu çətindirmi? Az vaxt aparanda, amma bəzi kulminasiya nöqtələri var. Tapsaq, misal bizim üçün rahatdır. O da nədir? K-dan çıxan xəttlərin sayını yazıram birinci. K-dan çıxır. İ-dən 4, P-dən 2, O-dan 5, 3, 2, 4, 3, 4, 4, 5 və 4. Ən çox verilən sual, müəllim, hardan başlayayım? Ən az sayıdakı xətt hansıdırsa fərqli olandan. Gətirin burada yazım. 3, 4, 5, 4, 4 xətt, 5, 2, 3, 2, 3, 2 və bu misalda da bizdən çıxır 4 xətt. Və burada ikilərdən axtaraq. Bu 2, 4 və 5-ə birləşir. Bu 2, 2 dənə 4-ə birləşir. Bu 2-dəki 4 dənə 3-ə. Bundan hamısı fərqlənir. Fikirləşdim, 4 dənə 3-ə birləşən kişinin adı nədir? Y. Demək, onda bura məndə Y-dir. 2 dənə 4-ə birləşən kişinin adı nədir? K. Avtomatik bura K-dır. Onda belə çıxır ki, digər ikili məndə avtomatik P-dir. 5-ə və 4-ə birləşdirək. Onda bunun birləşdiyi 5-in adı O-dur. P-nin birləşdiyi 4-ün adı da ki, id. Digər 5-liyə də qalmış olur. Məndə V. Yəni, nə mənim misallarımda nə indi hal-hazırda tapdığıma görə deyirəm, amma nə I ola bilməz, nə P, K, Y bunlardan heç birisi ola bilməz. Davam edirəm misal axtarmağa. Digər hissədə, bax, bu 2-nin birləşdiyi, Y-nin birləşdiyi 4-ün adı məndə G-dir. Demək, mənim cavablarımdan biri G-dir, mütləq. Və G nəyə düşdü X-ə? 1C. Bu ilə bir dənə cavab buradadır.
Bəs yerin birləşdiyi digər üçlünün adı nədir? El. Elin də birləşdiyi digər üçlünün adı. Yəni elin birləşdiyi. H-a birləşib və O-ya birləşib. Elin də birləşdiyi digər. Bura 3 gəlmişəm və 4-dür. Digər dörtlünün adı H-dır. Demək H-da ola bilməz. Heç A olanları çıxsam, yenə də qalır bu hissə. Qəhrəmanlığı qorxusu görsənsə də, iri bir misal olsa da, amma bizim üçün nədir? Asandır. Keçirik salxım tərəziləri. Maraqlıdır. Tarazlıqda olmayan salxım tərəzidir. 2022-ci ilin vergi orqanlarının qəbulunda olub. Magistrin qəbulunda rastlaşmışıq. Dövlət yüksəliş müsabiqəsi, o da dövlət demişik ki, yüksəliş müsabiqəsində olan qəbula da rastlaşmışıq. Müəllim, hardan başlayım? Hardan başlayacağız? Gəlir sıfıra. Ən gözəl suallardan biri. Şərt oxu. Deyir bir rəqəmli ədədlər yazıq. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. İndi verilən bu misal ən uzun qollardan biri hansı? Çıba buradan. Başlaya bilərəm. Bunlara 1 desəm, əgər misal ödəməsə 2 deyərəm. 2 olmasa 3 deyərəm və s. davam edərəm. 1 desəm bunlar olur 3, 3. Bunda bu olur 6, 6. Bunda bu olur 12, burada 12'dir. Dairə 3 olduğuna görə bu 9'dur. Avtomatik misal getdi. Fikir verin. 1 getdi, 3 getdi, 0 gedib, 9 da getdi. Bəs müəllim, daha sonra nə edeyim? Təbii ki, dostlar, siz artıq buranın 3, 3, bu da 1, 1 olduğuna görə bura tapısı 8'dir. 8'im getdi. Amma bu qol 8, 1, 1, 3, 3. Cəmi bir yerdən neçə eləyib? 16. Demək, bura 16-dan böyük bir ədəddir. Amma bura qalsın, hələ ki, dəif dolaşmıram bura. Bəs hara gedim? Hardan başlayayım? Nətər eləyim müəllim? Yəni, bura 24 və 26-dan böyük bir ədəd olmalıdır. Bu gördüyünüz 3, bura 3 yazmışam səcər. Mən verilən bu hissəyə minimum versəm qiymət olaraq. Artıq bir gedib, nə verə bilərəm? Məsələn, 2. Niyə 2 versən ki, müəllim? Bura 5'dirsə, üçbucaq da 5 olsun ki, bura olsun 10. Yəni, ora 10 olanda bu tərəfdə 10 olsun. Bu da 2 olanda bunlara qalsın 4, 4. 2'm gedib, 4'üm gedib, 5'im gedib. İndi kulminasiya nöqtəsi nədir? Sıfır ilə tapmamışam, amma sıfırın üstündən xətt qoymuşam. Əslində bu gördüyünüz hissədir. Bunlar böyük ədəd olduğu üçün bunların hamısı sıfırdır. Qarıya 9, ürəyə ya 6 deyib. Bu birisinə 7, buna 6 desəm, misal yeni ödəyir. Yoxlayım görüm cavabda var. Tələbələri çaşdıran şey nədir? Bax 9, 6, buna demişəm 5, topladım. Çıxıram 3, çıxıram 4, bərabərdir. 9'u 5'i 6'nı toplayanda böyle 20'den 7 çıxsam 13. A cavab alınır. Amma 13 var cavabda. Deyə bilər burada sual yaranır. Nədir uşaqlar? Müəllim, axı mən bilmədim. Niyə ürəyə 6 dediniz? Bəlkə ürəyə 7 deyək. Buna 6 deyək də. Ürək 7 olsa dostlarımda cavabda alınmalıdır 14. 14 var cavablarda? Yox. Demək o istəyirmiş ki, sən ürəyi neçə götürəsən? 6. O birisinə 7. Bu misallar əslində riyaziyyatdır və normal bir tələbənin, belə deyək də, eləyə biləcəyi bir şeydir. Lakin vaxt aparan bir sualdır. Bu sual əgər qəbulda sizə düşsə, rica edirəm, sona saxlayın. Keç edirəm 35-ci sualı. Qeyri-aşkar operatorudur. 9 və 4-dən 49 var. Heç nə, 9 vuruq 4-ə. Üstünə də gəlir 9 üstə gələk 4. O da bərabərdir 49. 7 vur 5. Üstə gələk 7 üstə gələk 5. O deyir bizdə 47. Növbəti maraqlı bir sualdır. 36-cı sual. İşte dostlar, misalları üst-üstə qoyur. Birincini və ikincini. Eyni tərəflər hər ikisi də eynidirsə qalır. Əks istiqamətdə bir-birinə baxanları silib. Görürsünüz, yoxdur. Yəni nə? Verilən misalda bu ikisini üst-üstə qoysam, ağzı sol tərəfə yumru qalır. C getdi, D getdi. Yuxarılar olduğu kimi qalır. Biri yuxarı, biri aşağı olduğuna görə. Ortada heç nə ola bilməz. Boşluqdur. A bəndi gedir. Aşağı hissədə hər ikisi sola baxdığına görə sola baxır. Bir də B bəndi.
Daha sonrasında 37-ci misal. Buna da bağlı 37'dir, 30 sağ tərəfdə gördüyünüz 39'dur. Bunların xüsusi bir həlli qaydası var. 37-ci sual odur ki, verilən fiqurun bir növündən istifadə edib 64 xanə. Yəni buradakılardan istifadə eləmirsən, 5-ini də götür. Yox, birindən. Yəni nə? Gördüyünüz dördüncü fiqur var ha. Bax bunu götürüb gözlə. Gətirib qoyaram bura 90 dərəcə fırladır. Niyə fırladırsın? Çünki öz verir. Baxın. Fiqurlar saat əqrəbin hərəkət istiqaməti boyunca hara istəsə fırlana bilər. Bunu sağa fırlatsam deyə gəldi bura. Qoydum bu hissi. Sonra əziz dostlarım, bir də bunu bax saat əqrəbinin əksinə fırladaram. Gəlib qoyaram bura. Ah, yazdım bu hissi. Deyir, ağız-ağıza oturdular. Təzədən bir də. Bunun birini gətirib qoyaram bura qırmızıdan. Sonra göydən birini gətirib qoyaram bura. Baxın, ağız-ağıza oturdu. Ay, doğrudan idi. 2-nin 8-i. Yenə 2-nin 8-ə buradan qoyaram. 2-nin 8-ə buradan daxil eləyərəm. Onda burada demək bu 4 nömrəli fiqurdan istifadə edib xananı düzəldə bilirəm. Biri 4-dür, biri 3-dür. 3 hanı deyib bax burada. Küslərdən başlayın dostlar misal eləyəndə. Biri isə bax deyə, bunu bir də 180 dərəcə fırladım qəşəng geriyə. Gətirim deyə bunları ağzınıza qoyun. Baxın. Olur 4-ün 4-ə. Amma misal ödədir. Bəli. Biri 4'tü, biri 3'tü, biri ise 1'dir. Bəs müəllim, bir hanı? Bax o, bəs müəllim, bir hanında sizin özünüzün etməyiniz üçün bura buraxıram. Qorxmayın, deyə belə bir fiqur olduğuna baxmayın. Xəyal gücü. Xəyalınız yoxdur, oturun qəşəng bir çəkin. Görəsiniz. Sonra 39-cu sual. Ən sadə suallardan biri də buydu. Qeyd edeyim ki, siz fikir versəniz, biz burada daha çox fiqura üstünlük vermişik. Riyazi hissələr demək olar ki, yoxdur. Heç nə, onun beyni çıxıb qalıb 3. A-nı B-yə vurub 40. Ay Allah, görəsən 40 nələrin hasilidir. Ya 8 ilə 5'in, 20 ilə 2'nin, 10 ilə 4'ün. Amma bu nədir? Bir növ deyil. Mən 8 ilə 5'im dostum. Niyə? Aramızdakı fərq 3'dür. A 8'dir, B 5'dir. Onda 8'i nəyə bölsəm uyğun olan? 2'yə bölsəm 4 qalar. 2 verib 5 ilə də 2'nin toplayanda neçə eləyir? 7. Bu da deyir 8 vur 5. Yəni 40. Bölünsün C-yə. C neçədir ki? O da bərabər deyir. Növbəti bir sual 39-cu sualdır. Bir daha xatırladıram sizlər üçün əziz dostlar ki, bu kimi bir misal edərkən, siz də buna əgər baxmağınız və yaxud da ki, bilməyə ehtiyac duymursunuzsa, bu misal keçə bilərsiniz. Yox, ay müəllim, valla baxırıq, nə bilim, bizə dedilər, falan qayda ilə eləmək lazımdır, bəhmən qayda ilə eləmək lazımdır. Əvvəl biz də elə deyirdik ki, bunu belə ortasından xət çək və s. İndi elə şey yoxdur, harda deyil. Dövlət İmtahan Mərkəzi çox maraqlı suallar düzəldir və həqiqətən də, yəni ki, elə fiqurlar var ki, sən gəl onu dərk eləyəsən də başa düşməyəsən. Bunun ən gözəl dərk eləməyin yolu, əgər verilən fiqurun bütün bucaqları eynidirsə, tərəfləri, hansının tərəfi çoxdursa, onun fırlanması daha azdır. Yəni, bunun 8 tərəfi var, bunun 6, bunun 4. Yəni, ən az fırlanacaq burada 5, sonra 3, bunun iki tərəfi eynidir. Yəni, tərəfləri eyni olmaq şərti ilə. Sonra gələcək 4, sonra gələcək 2. İndi 5, 3, 4, 2. Ya bir əvvələ gəlməli də bir sonra. Bir dənə C bəndi qaldı. Müəllim birdən misal belə olmasa, birdən belə olmasa, yazın, fiqurları fırladılmaz. Geniş formatlı izahı var, ona baxa bilərsiniz. Hə, 40-cı sual ən maraqlı suallardan biridir. Demək olar ki, böyük əksəriyyəti misalı səhv yazır və yaxud da ki, düzgün variantın olmadığını iddia edirdilər. Belə misalda, əziz və gözəl dostlar. Görürsünüz, misalın hər tərəfində, hər dəfəsində bir hissəsini silir. Yuxarı sol tərəf silib, sonra aşağı sağ tərəf silib. Bu hissələrə də fikir verin. Solu silib sağ. Əslində siz fikir verirsiniz, künclərin hamısı boşdur məndə. Bu fiquru siləndə indi bu silinir. Düz ya belə bütöv şəkildə boşluğa alınmalıdır. Var elə bir cavab? Yox.
Onda bəlli B, B ola bilməz. Demək dostlar, bunların birləşmə nöqtəsində bunların özünün bir qara fiquru var. Bak, qara fiqur niyə yoxdur? Çünki dostlar, bu rombvari fiqurdur deyə C A gedər, B niyə olmaz? Çünki burada kvadrat al. Kvadrat yox, nə olmalı? Çünki bu xətt belə silinir buradan. Ona görə fiqurun nə etməlidir? Öz hissəsi kimi qalmalıdır. D bəndici. Sonra 41-ci sual. Hesab əməllərlə bağlı olan sualdır. Mən inanıram ki, bunu hamı rəqəm falan qoyub tapmış. Heç qoymağa da ehtiyac yox idi. İki rəqəmli bir ədəddən biri y-x-ə vursam alınır y-x. Onun tərsini çıxanda alınan ədəd 9-a bölünür. Bunu da 9-a bölsəm, bu edir 2. Bu o deməkdir ki, x y-dən neçə vahid çoxdur? 2 vahid. Yox, sən də başa düşmürəm mən. Bura 18 yazıb müəllim. Görün mən nə yaza bilərəm. Bax bu 2 əslində 18 isə kim bilir ki, mən x azalan çıxılandan 2 vahid böyükdür. O deməkdir. Bunun riyazi qaydasıdır. Yox, riyaziyyat bilmək üçün rəqəm qoyuyorsun. Bu qədər sadə. Nə qoyum görürsən? X-dən Y-ə 2 qoy. Məsələn, aparıb orada 5-dən 7 deyib yazarsan. Misal çıxacaq. Və videonun bu hissəsinə də o qədər dostlar, videomuzu izləmişsinizsə mütləq kanalımıza abunə olun ki, bizə dəstək olmuş olarsınız. Digər videolarımızda girin izləyin. Ümumiyyətlə mən burada kanalda arası 300-ə yaxın video var. Və bu 300-ə yaxın videoların içərisində 4 saatlıq, 5 saatlıq da videolar var. İçərisində mövzular da var. Baxın, faydalanın. Vergi orqanları ilə bağlı kifayət qədər rəqəmsal məlumatlar, ən az olan hissə bu. Onunla bağlı kifayət qədər sual var. Sual yox daha doğrusu. Yəni bir saatlıq, bir neçə saatlıq videolar. Girin baxın, gözəl. Və bir də ən əsası nədir? Bir daha xatırladıram. Videonun ola bilər əvvəl hissəsini keçənlər varsa da videonun bu hissəsindən başlayanlar üçün də 7 dekabr ödənişsiz sınaqdır. Sadəcə olaraq ad və soyadınızı verilən nömrələrə yazmaq tam kifayətdir. Gəlin, iştirak edin. Siz də həm qəbul səviyyəli suallarla tanış olun. Sizi öz tələbələrimizdən ayırmırıq, ekran önündəkilər. Hamı bizim üçün əzizdir. Keçən 42-ci sualı ən sevdiyim. Şifrələmə, şifrələmə və şifrələmə. Bəli. Şifrələmə nədir müəllim? Bildiyiniz dostlar yazır Combine, Oktyabr. Bax, bura yazılan 1. Bu demək ki, birinci hərfin kodu, birinci hərf kod, kodu isə AT-dir. Məsələn, bura yazır 6. 6-cı hərf B-dir. Kodu DT-dir. Amma mən bunu belə tapmıram. Belə tapsam, səhərə qədər buradayım. Yazmır 1-ə at. Atanı elə deyə burada 1-də. Deməli, mənim sərfim K-la başlamalıdır. Menezbet getdi. İkincilərə baxmıram, çünki hamısını deyinədir. Bir dənə 3-ə baxın. 3-də yazıb XU. 3XU hanı? Deyir burada. Nə deməkdir M? Demək K, O mu? Cavab nədir? Komposter. Bitdi. Belə sadə, bəli. 43-cü sual. Bu sual təəssüf olsun ki, imtahanda ən az cavablandırılan sualdır. Niyə? Uşaqların çoxu bilmir ki, bu ardıcıllıqdır və hər dəfəsində bu gördüyünüz fiqur 90 dərəcə rəşd edir. Sadə əqrəbin əks istiqamətini. Və cavabı yazanda da əksəriyyəti B bəndi yazır. B deyilir dostlar burada. Bunu 90 dərəcə fırlatsız qarı ilə sağda da qalmalıdır. A bəndi. Növbəti bir sual. 44-cü sualdır. 4-də 1. Yəni bu fiqurun 4-də 1 hissəsidir. Bu fiqurun hansı hissəsidir? 8-də 4. Yəni elə bilin ki, 8 hissəyə bölsəm verilən fiquru. O da cavab nədir? 2-də 1. Deyirlər imtahanda çətin fiqurlar olur. Usta deyilən inanmayın, sənə göstərilən inan. Yəni əziz dostlar, imtahana hazırlaşan, hazırlaşmayan, öz olan olmayan təəssüflər olsun ki, yəni sizlər hazırlaşdığınız zaman sizlərə deyirlər, belə olacaq, elə olacaq deyən sözlər çoxdur. Deyən adamların özü var, heç özü də bilmir. Və işte şayəni onlar yayır. Və yaxud da ki, bəzi təəssüflər olsun ki, müəllimlər olur ki, şayə yayır, belə olacaq, elə olacaq. Heç kim deyə bilməz ki, dostlar, Dövlət İmtahan Mərkəzi yəni özünün təşkil etdiyi hər hansısa bir orqanın təşkil imtahanda bu olacaq. Olacaq yox, sadəcə ola bilər. Yəni ehtimallar üzərindədir. Yəni dərs keçilərkən də hər şey ehtimal üzərindən edirik. Məsələn, mən öyle edirəm ki, bu ola bilər. Düşüncələrimdir. Çox zaman üst-üstə düşür. Bunların hamısı analiz qabiliyyəti istəyir insandan. Bu belədir.
Ona görə siz deyilənlərə yox, sadəcə o göstərilənlər üzərindən özünüz analiz etməyə çalışın ki, hə, müəllim bax belə bir şey göstərmişdi. Demək bunlar daha çoxdur. Çünki mən öz təcrübələrimi sizinlə bölüşürəm. 45-ci sual. Ən sevdiyim. Nə var burada? Dostlar, heç nə. Birinci və üçüncü bir-birinin, ikinci ilə də dördüncü bir-birinin eynisidir. Eynisi nə barədir? Fiqurlar sadəcə yeri dəyişir. Nətər? Baxın dostlar, bu fiqur ikinci ilə dördüncü yerini dəyişir. Görürsən, bu fiqur buradaydı. Gəlib hara? Sağ tərəf. Bu fiqur da burada deyil. Keçir onun yerinə. Yəni nə? Sol. Aha, müəllim. Sonra nə var? Görürsən, bu dairə gəlib bunun yerinə. Diaqonal. Onda diaqonallar da deyir burada sağdır. Görürsünüz, birinci sıradakılarla üçüncü sıradakılar sadəcə dəyişən nədir? Elə bir diaqonal var. İki ad iki dama bir-birinin yerini dəyişir. Bəs sonra nə var müəllim? Hə, sonra baxın, qoşu nöqtələr var. Ağzı sağa baxan kvadrat var. Ağzı sola baxan kvadrat var. Nə yoxdur? Bir dənə bu xətt. Yəni bununla bu yerini dəyişməlidir. Tu. Bu gəlir bura və bu hissə. Baxım görüm hansı variantdadır. C bənd. Deyir bu üçdür. Ekranda gördüyünüz bu sual 2023-cü ilin noyabr ayının 5-də keçirilən imtahanda da vardı. Tip olaraq. 46-cı suala gəlirik. Magistr hazırlaşan tələbələr bu sualın nə olduğunu bilir. Bəli, o məşhur yarasa sualıdır. Neyiniyib? 8-dən biri toplayıb 9. 3-ə vuranda 27. Yuxarı yazıb tərsini 72. 8-dən biri çıxıb 7. Bunu da vurub 3-ə 21. Tərsini yazıb. Yəni aşağıya fərqinin tərsini yazır 3 mislinin, yuxarıya cəminin 3 mislini yazır. Yəni məndə 9-dan 4-dür ki, bura. Yazıram. 9 çıx. 9 tək elə 4. Eləyir 13. Hə, biraz kompüterim doğru yatdı. 9-un üstədək 13. Vurub 3-ə 39 tərsini yazıb. 9-dan çıxıram 4-ü. Onu da vururam 3-ə. Bərabərdir. 15. Tərsini yazıb. Sonra gəlir 47-ci sualda. Hə, 47-də nə edib mən? Heç gördüyünüz fiqur tən ortadan bölür. Və tən ortadan böldüyü zaman bunların hərəsini fırladıb tərsinə yazır. Yəni bu gördüyünüz fiquru tən ortadan bölüb sağ tərəf və sol tərəf birləşdirsəm alır deyib. Kimsə də xəyal gücündə bölə bilmirsə, dostlar, əlinizdə imkan varsa verək. Çəkin bu fiquru daha sonra bölün fırladın. Sonra 48-ci sual. Xəyali kəsikdir. Bəli. Əksəriyyətinizin yaza biləcəyi bir şeydir. Və bunun cavab hissəsini bura buraxıram. Bu gördüyünüz 48-ci sualda da Naxçıvanın vergi orqanlarının qəbul sualı idi. Növbəti ayın yetişəcəyimiz sınavda da son keçirilən vergi orqanlarının qəbul sualları ilə, oxşarları ilə bağlıdır. Qəbulda sual olacaq. Gəlin ki, siz də orada görəsiniz görək. Həm 2023-də, həm 2022-də, həm 2025-də hansı qəbul sual tipləri olub? Bunu bura buraxıram. Cavab variantınızı gözləyirəm sizdən yazmağınızı. Yazın görək, nə yazarsınız? Növbəti hissədə isə əziz və dəyərli dostlar, keçid eləmək istəyirəm 49-a. 2023-cü ildə keçirilən vergi orqanlarının qəbulunda da olub bu sual tipi. Heç nə. VBN, BMW, NVB. Yerlərini dəyişdirə filan hər sətirdə. Yəni RT var, RTY var. Nə çatışmır indi? E-nin ortada olan versiyası yoxdur. T-nin əvvəldə olan versiyası yoxdur. R-nin də sonda. O da olur ter. Belə dostlar, 50-ci sual var. Yenə cədvəldir, tapmaca tipli. Və verilən misalda 18 ilə 5 üç yazıb. Görürsünüz, yuxarıdakı ədədlər böyük ədəddir. Üstündəki ədəd kiçik. 18-i bölür 5-ə 3 dəfə. Qalıqda qalır 3. Qalığı yazır. Niyə 20 ilə 5 heç nə yazmayıb? Minus. Çünki qalıq yoxdur. Yəni verilən misalda 45-i 4-ə bölsəydim 11 dəfə. Qalıqda da qalır 1.
Süper. Sizin əziz dostlar, bu videoda da abstrakt hissənin izahına baxdıq. Qeyd edirəm ki, abstrakt hissədə, rəqəmsal hissədə hamısı bir-birindən maraqlıdır. Sınağı izləmək istəsəz, sınağı özünüz işləyib yoxlamaq istəsəniz özünüz, yazın bizə. Biz sizə bunu sevərək göndərək və siz də ən azından bundan faydalanmış olarsınız. Növbəti videoda isə fiqurun, yəni daha doğrusu sınağın verbal mətnlərinə baxacağıq. Verbal mətnlərində də yeni tip mətnlərdən istifadə etmişəm burada da. Sizə təqdim edəcəm bu kimi mətnlərə necə yanaşmaq lazımdır. Çətindirmi, asan necə ola bilər? Siz fikir versəniz mətnin uzunluğuna baxın. Mətn çox böyükdür. İnanıram ki, bu video sizin üçün tam faydalı oldu. İnşallah növbəti videoda yenə görüşərik. Özünüzə inamınız olsun. Hər zaman özünüzü sevin və ən əsas şey də insanın özündən başlayır. Nəsə etmək istəyəndə ilk olaraq heç kimi yox, özünüzü fikirləşin. Ona görə də sizə uğur arzulayıram. İnşallah imtahan hər birinizə uğurlar.